أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على رسول الله الأمين حبيبنا وحبيب إله العالمين أبي القاسم محمد واللعن الدائم على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي صدق الله العلي العظيم أما بعد يا عباد الله أوصيكم ونفسي بتقوى الله واتباع أمره ونهيه خشردي değerli Möminə bacılarım və mömin qardaşlarım, bugün cümədir. Cüməmiz mübarək olsun inşallah. Cümədə cəm olduğumuz kimi Allah Teala bizləri öz evində, öz cənnətində cəm eləsin. Hər zaman bunu biz cümə xutbələrində qeyd edirik və dilimizin şuarı və əzbəri olub və heç zaman da bunu unutmayaq ki, Allah Teala Kur'an-ı Kerim'de halalla bağlı ne buyurubsa bizim için ve bizim geleceği neslimiz için de ebedi olarak Allah'ın halalı halal, haram buyurdukları da bizim için ve geleceği neslimiz için de ebedi haram ve günah sayılmalıdır. Bugün danıştığım hutbe Müslüman üzerinde haklarından bağlı. Yani Müslüman üzerinde ne kimi hakları var? Düzdür, haklar çoxdur, ama kısa olarak bir neçə şərti sizlərlə bölüşüb ve sonda sizlere dua edeceğim inşallah. İlk önce başa düşmək lazımdır ki, ümumiyyətlə Müslüman kimdir ve Müslüman kime deyirlər? Bunu başa düşmeden önce Müslüman üzerinde olan haklarından danışmağa hiç bir əsas yoktur, hiç bir lüzum yoktur. Müslüman adından göründüğü kimi sağlam, sülh, beraberlik, qardaşlıq, səmimiyyət, mehribançılıq anlamındadır. Mənaları çox genişdir. Ama Müslümanın tərifini Allah Resulundan eşitsək ve onun dilindən süzülüb bugüne kadar gelen hədislə fikrimizi anlayabilirik ki, Müslüman kimdir ve kısa olarak sonra keçək Müslüman üzerinde olan hak ve hüquqlarından. Müslüman ona deyərlər ki, onun əlindən və dilindən xeyir iş gəlsin. Əgər bir Müslümanın dili ilə, əli ilə insanlara yardım edə bilirsə və ya edə bilərsə, bu Müslümandır. Mömin deyil, bu Müslümandır. Möminlə Müslümanın fərqi çoxdur. Bunun haqqında çoxlu danışmaq mümkündür. Müslüman ayrıdır, mümin ayrıdır. Müslüman dilindən, əlindən kimsə xeyir görürsə Müslümandır. Bura qədər yetər. Amma Müslüman üzərində haqları 5'dir. Düzdür, bəziləri deyə bilər ki, 30'dan çox haqları var. Düzdür, mən bunu vaxt məhduddur, 30'dan yuxarı haqları var, amma 5'in sizə qeyd etmək istəyirəm, saymaq istəyirəm və o 5 dənə olan hüquqla insan Müslüman üzərində haqqını anlayacaq. Birincisi, ruddes salam. Yəni kim bir Müslümanı görsə ona salam verməlidir. Deməli, biri digərinə salam verərsə Müslümandır. Selamun aleyküm. Salam da sözü Allah'ın Əsmaül Hüsnalarındandır. Allah'ın ki 99 beğenilmiş güzel adları var. Əsmaül Hüsna. Onlardan da biri Əssalam.
salam deməkdir. Yəni Allahın sülhü, əmniyyəti sənin üzərində olsun. Özü də salam verəndə məsələ belədir. Əgər bir adam bir adama salam verirsə, salamı kamil şəkildə verməlidir. Yəni salamun əleykum deməlidir. Salamun əleykum. Əgər salamun əleykum bir adam bir adama verirsə, onun cavabında nə olmalıdır? Ondan da gözəl şəkildə ona cavab verməlisən. Yəni bir məscidə girən və yaxud çöldə hər bir insan deyir ki, salamun əleykum, yəni Allahın sülhü, barışıq, əmniyyət, qardaşlıq, səmimiyyət, yəni bütünlükdə afiyyət olsun. Və onun cavabında sən ondan da kamil ona cavab verməlisən. Nə deməlisən? Və əleykumussalam və rəhmətullah. Gör, nə gözəl səslənir. Yəni bizdə deyilər 5 də artıq. Allahın rəhməti, bərəkəti sənin üzərində olsun, 5 də artıq. Ondan da gözəl şəkildə salam vermək. Bax, müsəlmanın birinci haqq və hüquqlarından biri salamun əleykum deməkdir. İndi özümüzə sual verək. Küçədə, bayırda ki, bir adam sənə belə eləyir. O müsəlmandır. İndi digəri müsəlmandır. Müsəlman dili ilə bilinməlidir. Və yaxud biri belə eləyir. Qardaş, bu böyük bir başı belə fırlatmaqdansa, əyməkdənsə, indi dil bilmirəm neçə qramdır, deyin salamun əleykum da. Allah sənə dil verib, ona bir sülh aşıla. İndi bəzən mən görmüşəm küçələrdə, parklarda, xiyabanlarda, prospektlərdə və ilaxır kəndlərdə də o qədər bəzən tənbəlləşmişik, o sosial tənbəllik deyirlər, o qədər tənbəlləşmişik ki, indi hər şey onlayn üzərində qurulur, düymələrlə. Bir adam bir adama görürsən cümə təbrikini atır. Şablon, bunu mən həmişə demişəm, yorulmuşam bu söz deməkdən. Mən xoşlamıram mənə şablonsuz, mənə söz lazımdır. Biri 10 ildən qalmış bir dənə atdı birini, bəlkə də 100 milyon insan bunu bir-birinə atıb. Cümə mübarək, yaz cümə mübarək, yaz sözlə deyin. Heç görmürsünüz ki, mənə, indi dostlardan biri əgər varsa desin, mənə bir nəfər salam yazırsa, mən ona səslə göndərirəm, ya sözlə göndərirəm, əleyhissalam. Mən xoşlamıram ona bir nəsə bir şablonlu bir söz atım. Bu qədər biz belə deyək, tənbəlləşmişik ki, indi salam da verməyə tənbih deyil, samməleykin. Samməleykin. Samməleykin nədir? Bu tarixi mən sizin yadınıza salım. Peyğəmbərin dönəmində bir qismi insanlar Peyğəmbəri təhqir, ələ salmaq, aşılamaq mənasında pul verirdilər ki, müəyyən ərəblərə Peyğəmbəri istihza ilə, Peyğəmbəri ələ sal. Müxtəlif formada insanları ələ salmaq var, döymək var, istihza etmək var, rişxənd etmək var. Biri də buydu ki, Peyğəmbər yolla keçəndə müəyyən adamları durğuzurdular ki, Peyğəmbər gələndə Peyğəmbərə deyin, Əssəlamu aleykum. Salam aleykum, əssəlamu aleykum. Bilirsiniz nə deməkdir bu? Ölüm olsun sizə. Mənası budur, əssəlamu aleykum, ölüm olsun sizə. Bunu deyəndə Peyğəmbər nə deyərdi cavabında? Və aleykum. Gör nə qədər əxlaq sahibi olub. İndi bir adam mənə yoldan keçin desin, ölüm olsun sənə. Əlimdə nə potensial güc varsa tətbiq eləyərəm o üçün. Ki onu məğlub eləyim. Sonra deyir ki, Subhanallah, Allah mənim günahlarımdan keç. Peyğəmbərə Əssəlamu aleykum deyəndə Peyğəmbər aleykum deyə və aleykum. Yəni ölüm olsun sənə Peyğəmbərə deyəndə Peyğəmbər burada mənə nə arzu edirsə o da sənin olsun. Ölüm sözün dilinə gətirmirdi. Nə mənə istəmirsinizsə onun 10 qatında mən sizin istəyirəm. Ona görə hədislərdə də var ki, əgər 2 nəfər qarşılaşanda əvvəlcə salam verir, sonra onun cavabını gözləyəndə ki, və aleykumussalam və rəhmətullah deyəndə onun ruhu nə qədər şad olur. Salam verən özü biraz da sevinir. Bax, mənə salam verdi. Mən də bu cür onun salamın cavabını aldım.
Bəzi hallarda selamun aleyküm deyir, sonra keçir davaya. Mən çox görmüşəm, mübahisə edir. Salam verir, sonra keçir davaya. Mahiyyət nə olur? Mahiyyət bu vuruşmaqdır. Yəni, tərəfə qarşı sən dua edirsən, deyirsən selamun aleyküm, dua edirəm sən üçün, sonra dava edirsən. Deməli, nəticə nədir? Bu, onun mahiyyətin başa düşmür, salamın mahiyyətin başa düşmür. Əgər salamın mahiyyətin başa düşsə, salamdan sonra dava eləməz oynan. Bəzən də görürsən ki, salam vermədiyi üçün bir adam, tərəf ona salam vermir, vəssalam. Nə qədər sərt sözlər varsa, başlayır onu aşılamağa, aşağılamağa, davranışlarını itirir və ona qarşı istehza edir. Niyə sən mənə salam vermədin, məni görmədin? İnsan var bəzən, görürsən, göz kontaktı itir. Görmüşsə həyatda, göz baxır, amma ürək ayrı yerdədir. Dərdi var, fikri var. Yəni, onu sən deyə bilmərsən ki, sən mənə baxdın, niyə salam vermədin? Vermədin, sən salam veriydin ona. Bu davranışlar yaxşı deyil. Yəni, salam verməmək üçün onun ruhiyyəsini pozasan, onun halını pozasan, niyə mənə salam vermədin? Və bu təhqiramiz və xoşa gəlməz sözlər bizim İslamda qəbul olunmur. Sən ona yaxşı sözlərdir, əgər ola bilər onun fikri yoxdur, sənə salam verib, sən deyin, qardaş, selamun aleyküm, nəsə gördüm, narahatsan, bir onun halını soruş, kefin soruş, vəziyyətin soruş. Bəlkə həqiqətən qəm-qüssə içindədir, bəlkə həqiqətən evdən ad çıxıb. Bəlkə evdən ailəsi, uşağı ilə dalaşıb çıxıb. Yox, küsür. Küsür. Mənə salam vermədi, mən də ona salam verməyəcəm. Şeytan dərhal insanın dilində və gözündə oturur ki, yaxşı oldu hələ sənə gördü, salam vermədi və qəlbində kin yaradır. Birincisi, müsəlmanın üzərində haqqı birinci ona salam verməlidir. Kamil də ona cavab almalıdır. İkincisi, o zaman ki, bir insan bir insanı qonaq dəvət eləyir və yaxud süfriyə dəvət eləyir, restorana dəvət eləyir, sən onun dəvətini qəbul et. İcabətü dəva deyirlər. İcabətü dəva. Səni bir adam bir yerə dəvət eləyəndə evinə, restorana, qonaqlığa, sən demə ki, mən ondan ali statusam. O məndən aşağı adamdır, o kimdir mənim dəvət eləyir, çox adam mənim dəvət eləyə bilər. Xeyr, səni kim dəvət etsə, get. İcabətü dəvə, bu müsəlmanın haqqıdır, müsəlmanın üzərində. Üçüncüsü, xəstə olan zaman ziyarətinə gedin. Və iyadətul mərid. Toy adətən başa düşmək olur. Adətən toyu başa düşmək olur ki, bir adam toya dəvət edir, gedə bilmir. Fikirləşir ki, sabah görəndə onu bir şirinisini də verərəm, bir dilağız eləyərəm o ilə. Amma insan iki halda istisnadır. Mən bunu həyatımda görmüşəm, yaşamışam. Birinci insanın doğması öləndə göz qapıdadır. Görəsən kim gələcək? Bu çox önəmlidir. Allah heç evə, heç qapıya ölüm göstərməsin, amma qaçılmazdır da. İndi nə qədər də dua etsək, bizim duamız gərək edək ki, yaxşı niyyətinə. İndi həyatda da qaçılmazdır. Hər kəsin qapısında bu qar var. Əzə sahibi, yas sahibi gözü qapıdadır ki, ya mərasim evindədir, görəsən filan kəs gələcək mənim atamın, anamın baş sağlığına, bu çox önəmlidir. Bir də insan xəstə olanda gözü qapıdadır. Şərt deyil ha, əli dolu gedəsən onun başının altına nəsə qoyasan, yox, gedib onu ziyarət eləmək Allah yanında çox bəyənilir. Hətta hədislərdə var ki, bir müsəlmanın ziyarətinə gedə, Allahın mələkləri sevinər, deyər ki, nə xoş gəldin, ilahi, o mələklər dua elər, ilahi, o xəstənin ziyarətinə gələnlərin hər addımına savab yaz və cənnətlə onu müjdələ. Bunu mələklər dua eləyərlər, Allahdan istəyərlər. Mən çox narahatam gələcəyimiz üçün və açıq sizinlə mən danışıram. Mən çox gələcəyimiz üçün çox narahatam. Bu sosial media o qədər inkişaf edib, platformalar. İndi bir-birinə falan, Allah şəfa versin, bu deyir, çox sağ ol, bir görüntü ilə falan. İmkanın var, get. Uzaq ölkədə deyil ki.
Buradan qara evə getmək nə qədər çətin olub? Buradan müəyyən xəstəxanaya getmək nə qədər ağır gəlir sənə ki, sən gedib onu ziyarət edə bilmirsən. O zaman insanlar arasında münasibətlər itir. Bu belə, mən xəstə olanda gəlmişdi mənim yanıma, məyər mən də gedim. Bunu sən danışmırsan, səni şeytanlar vəsvəsə eləyir. Şeytan sənin içivə girir. Qəlbinizdə ki, gördünüz bir dənə narahatçılıq yarandı, deməli bu şeytandandır. Bunu unutmun qardaşlar, bacılar. Qəlbinizdə ki, bir adama qarşı bir kin yaransa, deməli istiğfar eləyin. Dərhal deməli bu şeytandandır, Allahdan deyil. Məsələn, mən cüməyə getməm də bu səfər, getməsəm nə olar? Getməsəm, xeyr, imkanım var, get, istisna hallara görə gəlmə, eybi yox. Harada yaxın ərazidə, ofisin var, o işin var, orada qıl. İmkanım varsa niyə yox? Məsələn, ikinci dəfə Hacı Natiqi mən görürəm, işləri çoxdur. Dünya şöhrətli bir adamdır. Gəzir dünyanı, bizim mədəniyyətimizi təbliğ edir. Amma elhamdülillah, indi bekardır, vaxtı var. Yəni, belə bir dəvəti yoxdur, gəlib Allahın dəvətinə. Və eyni zamanda sizlər, burada nə pislik var? Hansı gün ki siz tənbəlləşdiniz, o zaman şeytan dostluq eləyəcək insanı. Tənbəllik eləmək olmaz. İnsan hərəkətdə olmalıdır. Və iyadətul mərid fəhuvə ibadə. Xəstənin yanına baş çəkmək, onu ziyarət eləmək ibadətdir. İbadətdir. Bu sözü mən boş yerə, Allah dilimə gətirdi bu sözü. Əl-ibadətü tis'unə cüz'a. İbadət özü 9 bölümdür. Onlardan da biri xəstənin yanına gedib ziyarət eləmək. Müminin, müsəlman üzərində haqlarından biri onu gedib ziyarət eləməlidir. Dördüncüsü, 5 dənə danışmışdıq da, biz bugün 5 dənədən danışacağıq, 5 dənə haqdan. Dördüncüsü, dünyadan gedən zaman, ölən zaman onun cənazəsini müşahidə eləmək, tələsmək lazımdır. Mən 3 mərasiminə getmirəm, ixtiyarım var. 7 mərasiminə getmirəm, 40 mərasiminə ixtiyarım var. Bir adam ki, eşitdiniz ki, bir mömin, müsəlman dünyasını dəyişdi, tanıyırsınız, onun cənazə namazında iştirak etməyə tələsin. Bu çox önəmli məsələdir. Onun üçün dua edin, yaxınlarına başsağlığı verin, həm dil olun, həm dərd olun. Bu həm insanın dini vəzifəsidir, həm də bizim eyni zamanda insanlıq vəzifəmizdir. 5-incisi, hər nəyi özü üçün istəyirsə, müsəlman qardaşı üçün istəməlidir. Mən hər zaman deyirəm, indi burada mənim uşaqlar bəzən deyir, başqa yerlərdə də mən görmüşəm, hər bir insan ictimai varlıqdır. Allah bir daha qeyd edirəm, bax pulunuza, varınıza, ruzinizə, imkanlarınıza bərəkət versin. Bəli, bu aminlər az oldu. Amin çox deyilməlidir. Və bu, hələ məscidimizin özündə yığılan iyanə, çöldə verilən, cibinizdən yaxşı pulu verin. Əzilmiş, didilmiş, dağılmış, parçalanmış, qarşıva gələn bir adam möhtacdır. Əlvi salırsan cibin, üzvü çevirirsən, o yaxşı olan pulları qoyursan bir tərəfə, harada zəif, didilmiş pulu var, onu sənə verirsən. Allah onu qəbul eləməz. Yaxşısın ver. Allah onun əvəzini verəcək. Səni Allah dünyaya pulla gətirmişdir və ya. Pulu da verən, ruzini də verən Allahdır. Nəsillə deyil ha, bunu yadda saxlayın. Var dövlət, mənim babam milyarder olub, mən də milyarder olmalıyam. Yox, o qədər babası milyarder olanlar var, nəvazından ölür. O qədər baba villalar tikdirib, göydələnlər tikdirib, nəvələr onun bunun kirayəsi ilə yaşayır, ey müsəlman. O qədər gözümüzün önündə var, milyonlarla evlər embargo qoyulub, satıla bilmir. İnsan resursları dediğimiz zaman, insan hakları dediğimiz zaman, insan hüquqları dediğimiz zaman biraz düşünmək lazımdır. Yəni, nə olsun? Ona görə Allah deyir ki, buyurur ki, mülk mənimdir. Orada
tikdirilən mülklərdən heç kim qalmayacaq. Mənim mülküm, mənim evim, mənim ocağım, mənim binam, mənim maşınım, mənim villam deyənlər indi mülk sənin deyil, sevmədiyin adamlarındır. Elə deyil. Sevmədiyin yezinə, kürəkən gəlib o evdə başda oturacaq. Halbuki sən ona qız verməzdin, indi qız vermirsən öləndən sonra qızını da veriblər, oğlan gəlir oturur orada deyir, burada mənəm Bağdadda kör xəlifə. Nədən danışırsan? İnsan haqları mənəvi haqdır. Maddi haq deyil insan haqları. Mən danışdığım mənəvi haqlardır, bu maddi haq deyil. Mənim üçün maddi məhduddur. Mənim üçün sıfırdır. Yüzlərlə sıfır var. Kimə lazımdır o sıfır? Əgər sıfırın qarşısında bir olmasa, iki olmasa, sıfırlar heç kimə lazım deyil. İnsan resursu, insan hüququ olmasa, insanın şəxsiyyəti, mənəviyyəti olmasa, var dövlət hamısı sıfıra bərabərdir. Yəqin anlada bildim. İndi düzdür, canlı yayımdır, indi sonra ittiham edirlər ki, Hacı Surxay niyə belə danışır? Allah məni danışdırır, mən ola biləsə gələn cümə danışa bilməyəm. Həyat. Ona görə Allahın sonsuz rəhmətinə sığınmaq lazımdır. Müsəlman müsəlmanın qardaşıdır. Şərqdə, qərbdə bir müsəlman sızıllayırsa sənindir. Sədi Şirazinin Gülistan əsərində belə bir beyt keçir və sonu budur. Deyir ki, müsəlmanlar bədən üzvünə bərabərdir, birdir. Bir insanın dişi ağrıyırsa başqa üzvünə təsir eləyir. Heç görmüsünüz ki, və yaxud həyatımda rastlaşmışam, dişim ağrıyanda ən yaxşı yemək gətirirlər, qida, təam, mənim qarşımı yeyə bilmirəm. Niyə? Mədəm xəstə deyil dişim. Onun mədə ilə nə əlaqəsi var? Var. Deməli, bütün bədən orqanları, üzvləri bir-biri ilə nədir? Təmasdadır. Əgər bir üzv ağrıyırsa, digər üzvə də təsir eləyir. Sən ki, müsəlmanların dərdinə şərik ola bilmirsənsə, sənə müsəlman adı vermək günahdır. Müsəlman qonşusunu, dostunu, yaxınını, əzizlərini düşünməlidir. Bu böyük bir dənə mucizədir. Əgər başa düşən adam olsa. Bu böyük bir dənə ismaritdir, anlayan olsa. Yəni biz burada gəlib hekayə də danışa bilərik. O qədər gözəl, uydurucu, mən nə bilim, yatıcı mən nağıllar danışa bilərəm. Çıxandan sonra deyirlər, Hacı Surxay nə yaxşı nağıl danışdı. Mənə nağıl lazım deyil. Nağıllar filmi bitib daha. Nağıllar dastanı bitib, qoyduq kənara. İndi reallıqdan söhbət getmək lazımdır. İnsan öz haqqını bilmirsə, qul haqqını bilmirsə, İslam haqqı, müsəlman haqqını bilmirsə, hansı hədəflərə nail olmaq olar? Bizim hədəflərimizin başında İslam və müsəlmançılıq, birlik və bərabərlik dayanır. O birlik və bərabərlik ki, bugün minarələrdən Qarabağımızda fatihlərimiz getdi, torpaqlarımızı özümüzə qaytardı, haqq ədalət bərpa oldu, tarix ədalət bərpa oldu, dədə-babalarımızın yurdu özümüzə qaytarıldı. Festivallar, ondan sonra turistlər, qonaqlar, dünyanın gözü hamısı bu saat Qarabağdadır, Azərbaycandadır. Niyə? Çünki söz zamanında deyildi, əməl hərb zamanında hərb olundu, müharibə zamanında müharibə olundu. Və bunun üçün də biz sonsuz olaraq Rəbbimizə şükür etməliyik. Ölkəmizin əmniyyətində olan xidmət eləyənlər, rəhbərlərimiz, əskərlərimiz, ordumuz, xalqımız, cəmiyyətimizin birliyi və bərabərliyi nəticəsində bugün azad bir ölkə olaraq, hələ işğalda bəzi torpaqlarımız o da alınacaq inşallah bu yaxınlarda. Allahın köməkliyi ilə. Ona görə Allaha dua edək, Allah Teala qardaşlığımızı, müsəlmançılığımızı, birliyimizi və bərabərliyimizi möhkəm eləsin. Allah Teala şəhidlərimizin ruhlarını şad eləsin. Xəstələrimizə, qazilərimizə, yaralılarımıza, xəstəxanada olanlara Allah Teala acil şəfalar versin. Bugün cümədir, ilahi cüməmizi mübarək elə. İlahi cümənin bərəkəti xatirinə dünyadan gedənlərimizin ruhlarını şad elə. Evlərimizə huzur, rəhmət, bərəkət nəsib elə. Xəstələrimizə acil şəfalar ver.
Bu günləri bizim əziz dostumuz Nərman müəllim səhər dünyasını dəyişib. İlahi ona da rəhmət elə. Bugün Hacı Ənvər qardaşımız dua elədi bir bacı haqqında, xanım haqqında. O İstanbula gedir müalicə üçün, ağırdır. Allah'ın verəm cəlalı xatirinə Allah bu bacımıza da acil şəfalar versin inşallah. Allah Teala sizlərə bərəkət versin. Allah namaz qılanlarımızın, möminlərin, müsəlmanların sayın izzətini çox eləsin. Allah Teala bayrağımızı, Azərbaycan bayrağını, dünya bayraqlarının içində uca eləsin. Allah düşmənlərə fürsət verməsin. Müharibəni yer üzündən götürsün. İmam zamanın zuhurunu təcil eləsin. Bismillahirrahmanirrahim. Qul huvallahu ahad, Allahu samed, lem yelid ve lem yulad ve lem yekul lahu kufuven ahad. Ölenlerimizin ruhları ve qalanlarımızın salamatçılığından ötəri salavat.